Değerli izləyicilər, bu müqəddəs Ramazan bayramı günü hər birinizi salamlayırıq və bu mübarək gün münasibəti ilə bütün xalqımızı, dəyərli izləyicilərimizi təbrik edirik. Məlum olduğu kimi Allahın rəhmət ayı olan Ramazan ayı artıq başa çatdı və bu gün ölkəmizdə də digər İslam ölkələrində olduğu kimi, müsəlman aləmində olduğu kimi müqəddəs Ramazan bayramı qeyd olunur. Bu bayram münasibəti ilə bütün xalqımızı, bütün ibadət edənləri, etməyənləri fərq etməz. Ümumiyyətlə, hər birinizi bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir. Sizlərə bol-bol ruzi, bərəkət, can sağlığı, uzun ömür arzu edirəm. Və xalqımıza həmrəylik, ruzi, bərəkət, firavanlıq, həmçinin dövlətimizə güc və qüdrət arzulayıram. Bilirsiniz ki, Ramazan ayı Allahın ayıdır, bu cür adlanır. Eyni zamanda rəhmət ayıdır. Bu müqəddəs ayda insanlar daha da saflaşmağa, daha da bir-birinə dəstək olmağa, həm maddi, həm mənəvi cəhətdən öz mənəviyyatlarını inkişaf etdirməyə təşviq edilir. Həmçinin bu sahədə demək, sosial münasibətlərini daha da istiləşdirirlər. Burada Ramazan ayının insanlığa verdiyi böyük bir dərs var. Yəni bu hər tərəfli bir deyək ki, məsələdir. Tək bir yöndə bunu istiqamətləndirmək olmaz. Tək ibadətlə yanaşı, demək, sosial cəhətdən, istər iqtisadi cəhətdən, istər mənəvi, psixoloji cəhətdən və bir çox istər fiziki cəhətdən insanların sağlamlığı baxımından və s. yönlərdən belə Ramazan ayı insanlıq üçün həqiqətən böyük rəhmətdir. Yəni bu rəhmət sözü təsadüfi deyilmiş bir ifadə deyil. Bu rəhmət termininin, rəhmət məfhumunun içində məhz bax bu cür böyük nemətlər durur. Ki, oruç tutmağı təkcə pəhriz saxlamaqla, təkcə yeməkdən, sudan, bəzi oruç pozucu şeylərdən çəkinməklə yox, ümumiyyətlə orucun əhəmiyyətini, mahiyyətini daha böyük ehtiva etdiyi anlamlarda qəbul etməliyik. Orucluq pəhrizdir birinci növbədə. İkinci növbədə orucluq insanlıq üçün bir ibrətdir. Necə deyərlər, Allahın verdiyi nemətlərin dəyərinin qiymətləndirilməsi ayıdır ki, adicə su olmasa, yemək olmasa, qida olmasa insan hansı əziyyətlərə mübtəla ola bilər? Bunun özü üçün bir ibrətdir ki, Allahın nemətlərinin qədrini bilmək üçün eyni zamanda bu oruç buyurulur. Allah Teala Quran-ı Kərimdə buyurduğuna görə oruç bizdən əvvəlki ümmətlərə də deməli fərz buyurulmuşdu. Məsələn, Quran-ı Kərimdə Həzrət Zəkəriyyə Peyğəmbərin orucundan bəhs olunur ki, hətta onun danışmaqdan belə pəhriz etdiyindən söz açılır. Demək, əvvəlki ümmətlərdə hətta oruc demək danışmaqdan, bəlkə də başqa cür hərəkətlərdən də demək, insan özünü məhrum etməsi ilə həqiqət tapırdı. Bu, ona görə idi ki, insan ola bilər ki, danışığında hansısa bir qəbahət kəlməyə yol verə bilər və bu da onun orucuna xələl gətirər. Ancaq təbii ki, ibadətlər də zaman keçdikcə hər dövrə uyğun gəlmiş Peyğəmbərlərin şəriətlərində təkamül edir. Bütün ibadətlər bu cürdür, dövrə zamana uyğun, əsas mahiyyətini qoruyub saxlamaq etibarilə. Ancaq zaman və məkana görə, coğrafiyalara görə, inkişaf dövrlərinə uyğun olaraq ibadətlər də təkamül edir və müəyyən ibadətlərdə asanlıq yaranır və s. Yəni, oruc ibadəti də məhz bu ibadətlərdən biridir ki, bunun mənəvi keyfiyyətlərini, digər yönlərdən olan xüsusiyyətlərini, keyfiyyətlərini, özəlliklərini saymaqla bitməz. Bu sahədə oruc ibadətinin ümumiyyətlə mahiyyəti haqqında, insanlığa verdiyi töhfə haqqında danışmaqla bitməz. Bu, Quran-ı Kərimlə yanaşı Peyğəmbər Salavatullahın hədislərində, buyruqlarında, həmçinin digər alimlərin, fəqihlərin fikirlərində orucla bağlı kifayət qədər demək, məlumatlar verilibdir. Orucun fiqhi yönləri ilə bağlı müəyyən qədər biz məlumatlar vermişik və insanlara bununla bağlı maarifləndirmə çərçivəsində müəyyən məsələlər izah edilibdir. Mən hərçənd ki, bugün bayramdır, artıq oruç tutulub, bitib, yəni Ramazan bayramı qeyd olunur.
əsasən bayramın əhəmiyyətindən danışmaq istərdim və deyək ki, bu oruçluqdan sonra, Ramazan ayından sonra oruç tutanların və yaxud da tuta bilməyənlərin boynuna düşən vəzifələrdən, mükəlləfiyyətlərdən bir qədər deyək ki, bəhs etmək istəyirəm. Müəyyən səbəblərə görə bu Ramazan ayında oruç tuta bilməyən insanlar imkanı çatarsa bunlar fidyə verməlidirlər. Fitrə verməlidir. Şübhəsiz ki, fitrə hər bir oruç tutan və tutmayan insanlara vacib olan bir məsələdir. Bunun da miqdarı açıqlanıbdır. Yəni, həmin miqdarda, həmin məbləğdə müxtəlif ərzaq məhsullarından ki, bunlar da təsnifatları qeyd edilibdir. Deyək ki, dənli bitkilərdən əsasən olmağı daha məsləhətlidir ki, buğdadır, arpadır, xurmadır, düyüdür, məsələn, qarabaşaq kimi və bu cür məhsullardan və yaxud da bunların qarşılığında, dəyərində olan məbləğdən hərə öz imkanına görə adam başına kilo yarımdan 3 kiloqrama qədər fəqihlər arasında deyək ki, rəy fərqləri var. Yəni, hər bir insan özünün maddi durumuna uyğunda o qədər məbləği və yaxud da miqdarı ehtiyaclı insanlara deməli verməlidir. Bu da bugünkü gün bayram namazına qədər deməli verilir. Bayram namazından əvvəl də verilə bilər və yaxud da müxtəlif səfərdə olan insanlar və yaxud xəstəxanada olub xəstə olan insanlar ki, həmin vaxta çatdıra bilməyiblər, öz fitrələrini versinlər. Məhz bax, bu günlərdə də verə bilərlər, bayram namazından sonra da verə bilərlər, əda edə bilərlər onu həmin insanlara. Bax, bunun da savabı, fəziləti çox böyükdür. Minimum məbləğ bu qədər nəzərdə tutulur. İmkanlı şəxslər daha çox versələr daha yaxşıdır. Çünki bu fitrənin adı fitrə zəkatıdır. Bəziləri bunu sədəqə adlandırır, ancaq bu sədəqə deyil. Çünki sədəqə könüllü verilən bir məsələdir ki, insan istəsə sədəqə verə bilər, savab qazana bilər. Bir növ müstəhəb hökmündə olan bir işdir. Ancaq fitrə zəkatı isə zəkat vacib ibadətlərdən biridir. Yəni, insanların mükəlləf olan müsəlmanın boynuna düşən bir haqdır, bir vəzifədir. Şübhəsiz ki, imkanı olmayan, maddi durumu, deyək ki, sosial vəziyyəti qənaətbəxş olmayan insanlara nəinki bu fitrə vermək vacibdir, əksinə onların özünə fitrənin verilməsi vacib hesab olunur. Bax, bu baxımdan qeyd etmək yerinə düşər ki, kəfarə orucu deyilən bir oruc var. Bu nə deməkdir? Qəsdən, bilərəkdən Ramazan günlərində insan oruç tutmazsa, qəsdən orucunu pozarsa, onun kəfarə deyirlər ki, bir növü cəriməsi, belə deyək ki. O, Peyğəmbərin hədislərində demək, onun bir qədər məsuliyyətinin ağır olduğu vurğulanır. Çünki Ramazan orucunun əhəmiyyətinin böyük olduğuna görə o orucu bilərəkdən pozmağın da bir növü cəriməsi bir qədər ağırdır. Hətta 60 gün bir günə görə oruç tutmaqdan bəhs olunur. Məsələn, bir mötəbər hədisdə qeyd edilir ki, bir nəfər Həzrət Peyğəmbərin yanına gəldi və buyurdu ki, ya Rəsulallah, mən Ramazan günlərinin bir günündə orucumu qəsdən pozdum. Peyğəmbər ona buyurdu ki, sən 60 gün bir günə oruç tutmalısan. Və həmin şəxs buyurdu ki, mən onu icra edə bilmərəm. Və yaxud da 60 kasıbı, fəqiri, acı doyurmalısan. Yəni, ona yemək almalısan, ərzaq verməlisən. Tutaq ki, bir öynəlik deyirik, bir günorta yeməyi məsələn verməlisən. Həmin şəxs buyurdu ki, mənim ona imkanım yoxdur. Yəni, bu cür Peyğəmbər ona müxtəlif variantlar təklif etdi ki, yəni, sanki insan öz məsuliyyətini hiss etsin. Söhbət orada ondan getmir ki, həmin şəxs cəzalandırıldı, cərmələndi. Bu mənada yox. Yəni, ibadətin mahiyyətini, onun, necə deyərlər, əhəmiyyətini, onun fəlsəfəsini, onun insana özünə verəcəyi və digərlərinə bəxş edəcəyi faydanın rolunu göstərməkdən ötürü məhz bunun deməli, edilmədiyi təqdirdə cəriməsinin də vurğulanması yerinə düşürdü. Ona görə Həzrət Peyğəmbər ona buyurdu ki, əgər bunları edə bilmirsənsə, oruç tutarsan. Və ondan da o adam buyurdu ki, mən oruç da tuta bilmərəm. Və bu zaman Həzrət Peyğəmbərə bir qədər bir çanta, deyək ki, məbləğ miqdarında xurma gətirmişdilər. Və Həzrət Peyğəmbər ona həmin xurmanı verərək dedi ki, sən bunu apar, kasıblara, ehtiyacı olan insanlara payla. Üzr istəyirəm. Apar payla və bunu insanlara iyanə olaraq, fidyə olaraq ver və o tutmadığın orucun əvəzi ilə sanki bunu əvəzləmiş olasan. Həmin şəxs qeyd etdi ki, ya Peyğəmbər, mənim ən böyük ehtiyacı olan insan elə mən özüməm. Həmin xurmalara elə ən böyük mənim özümün ehtiyacım var və Allahın elçisi onda vurğuladı ki, apar bu xurmanı elə özün və ailən üçün istifadə et. O pozduğun oruca görə də Allahdan məğfirət dilə. Yəni, buradan görünür ki, İslam dinində bütün ibadətlərin, necə deyərlər, bir insan üçün
rəhmət olduğu görsənir. Yəni insana ibadətlər məşəqqət gətirmək üçün, onun sosial vəziyyətini ağırlaşdırmaq üçün, onun məişətini, durumunu daha da çətinləşdirmək üçün yox, əksinə insanları bir-birinə daha da mehriban etmək üçün, daha da bir-birinə sosial əlaqələrini, mərhəmət və məhəbbətini artırmaq üçün nəzərdə tutulur və həmçinin insanın həm fiziki, həm mənəvi təkamülə çatması üçün, zənginləşməsi üçün nəzərdə tutulur. Və buradan da görünür ki, bax bu kəffarə orucu da bu mənadadır ki, insan qəsdən orucunu pozarsa, ondan sonra deməli onun əvəzinə oruç tutmalıdır. Bu da qeyd etdim. Əgər ona da imkanı çatmazsa, demək, fəqir insanlara fidyə verməlidir, onlara yemək verməlidir, doyurmalıdır. Əgər buna da imkanı çatmırsa, Allahdan məğfirət, bağışlanma diləməlidir. Bax, bu, Həzrət Peyğəmbərimizin deməli ənənəsində öz təsdiqini, öz əksini tapmış bir meyardır, bir ölçüdür. Məsələn, fitrə zəkatı verilərkən bir neçə biz məhsulların təsnifatından danışırıq ki, tutaq ki, arpa, buğda, xurma, düyü və s. Bu nəyə görə bu cür kateqoriyalara bölünübdür? Və bir də burada bir haşiyə çıxım ki, Həzrət Peyğəmbərin bir hədisində də buyurulur ki, o şəhərin, o bölgənin istifadə etdiyi ərzaqlardan insanlara, deyək ki, fitrə vermək lazımdır. Yəni, o yemək ki, o yerdə yeyilmir. Tutaq ki, indi vaxtı ilə insanlar buğdanı, arpanı dəyirmanda aparıb üydüb, özləri, deyək ki, çörək yemək hazırlayırlar. Amma indi heç kəs buğda almır ki, yəni, təbii ki, indi ev quşları üçün istifadə olunan buğda başqa. Ümumiyyətlə, yemək üçün, tutaq ki, Bakı şəhərində insanlar buğda alıb, onu aparıb üydüb istifadə etmir. Ona görə də buğda ilə fitrə vermək bir qədər münasib deyil. Tutaq ki, çörək verə bilərsən, məsələn, şirin çörək qismindən verilə bilər, misal üçün deyirəm. Və yaxud da onun qarşılığında olan məbləği təqdim etmək var. Yəni, qeyri-ənənəvi olan həmin ölkə üçün, həmin, deyək ki, həmin şəhər və qəsəbə üçün qeyri-ənənəvi ərzaq və qida növlərindən insanlara fitrə adı ilə təqdim etmək olmaz. İnsanların özləri nə ilə qidalanırlarsa, hansı ərzaqlardan istifadə edirlərsə, məhz həmin ərzaq növlərindən də insanlar başqalarına fitrə verməlidir. Və verilən fitrələr keyfiyyətli olmalıdır. Həzrət Rasulullah yenə də buyurur ki, sədəqə və fitrə verərkən özünüzə rəva bildiyiniz, özünüz istifadə etdiyiniz, özünüz istifadə etməyə layiq bildiyiniz məhsullardan verin. Yəni, keyfiyyətsiz, kənarda qalmış, artıq belə şeylərdən insanlara fitrə verməyin. Və həmçinin bu fitrəni verərkən, bu fidyəni verərkən insanların qürurunu, necə deyərlər, şəxsiyyətini, mənliyini deyək ki, xələl gətirməsinə imkan verməyin. Yəni, alçaldıcı bir şəkildə, bəziləri nümayişkarana şəkildə reklam olunsun deyə bir neçə adamın içində görüntü yaratmaq üçün. Yəni, o da insanların, indi kasıb olsa da qüruruna toxunmaq olmaz. Yəni, insan kasıblıq, Həzrət Peyğəmbər buyurur ki, əl-fəqri fəxri, fəqirlik mənim fəxrimdir. Yəni, insanın kasıb olması, maddi cəhətdən zəif olması onun heç də digər insanlardan, necə deyərlər, fərqini və aşağı olduğunu göstərmir. Əksinə, kasıblıq insanın mənəvi naqisliyidir. Mənəvi kamillik isə insanın zənginliyidir. Heç də var dövlətin çox olması insanın kamilliyi demək deyil. İslam dininə görə insanın mənəvi zənginliyi, insanın əxlaqı, imanı, təqvası, səxavəti, mərhəməti, bax, bu şeylər insanın zəngin hesab olunmasına deyilir. Yoxsa maddi, sosial cəhətdən imkanı zəif olan insana kasıb demək olmaz. O, müəyyən qədər, deyək ki, maddi ehtiyacları ola bilər. Ancaq onu fitrə verərkən çalışmaq lazımdır ki, onu bir qardaş dəstəyi kimi, bir, necə deyərlər, sosial bir münasibətlərin sıxlaşması üçün, istiləşməsi üçün bir hədiyyə kimi bu cür təqdim etmək lazımdır. Və şübhəsiz ki, mən inanıram ki, bu cür də olur və bizim xalqımız, necə deyərlər, tarixən bu milli ənənələrimizə, həm də dini ənənələrimizə çox böyük önəm verir və bu, deyək ki, əsasən də bu Ramazan ayında çox həssas və diqqətçil olur. Digər insanların da durumunu, həm mənəvi, həm maddi, sosial durumunu deyək ki, nəzərə alır. Bayramın əhəmiyyəti haqqında demək olar ki, Ramazan İslam aləmində vacib hesab olunan, Quran-ı Kərimdə Həzrət Peyğəmbərin buyruqlarında mötəbər iki bayramdan biridir. Yəni, Qurban bayramı və Ramazan bayramı İslam aləminin ən əlamətdar, ən, necə deyərlər, əhəmiyyətli bayramlarındandır. Bu bayramda əsasən insanların bu Ramazan ayındakı oruç tutublar, ibadət ediblər, pərhizkarlıq ediblər.
mənfi işlərdən, mənfi niyyətlərdən, mənfi əməllərdən çəkiniblər. Bu ondan ibarətdir ki, insan Ramazandan digər sonraki ayları da məhz Ramazandakı kimi yaşamağa çalışsın. Yəni insanın dili də oruc olsun, qəlbi də oruc olsun, qarnı oruc olmasa da belə əməlləri də oruc olsun. Oruc bilirsiniz ki, bunun fəlsəfəsi pəhrizdir. Pəhriz də tək yeməkdən olmur. Şübhəsiz ki, indi tibbi terminlərini istifadə etsək, pəhriz ancaq az qalmağa deyirlər. Ancaq dini terminologiyada pəhrizkarlıq tək az qalmağa deyilmir. Həm də insanın mənfi əməllərdən, mənfi niyyətlərdən, mənfi düşüncələrdən özünü qoruyub saxlamasına pəhriz deyilir. Bax, orucluğun əhəmiyyəti, əgər qısa olaraq bunun mahiyyətini vurğulamış olsaq, onu bildirməliyik ki, oruc digər aylar üçün bir nümunə ayıdır, bir ibrət ayıdır, özünü sınaqdan keçirmə ayıdır, hazırlaşmaq ayıdır ki, digər ayları mən yaşamaq üçün məhz bu Ramazandakı kimi yaşamağa çalışım. Böyük evliyalardan olmuş Seyid Nigarı Qarabağı demişkən, hər keçəni Xıdır bil, hər gecəni Qədir bil. Yəni, hər qarşısına çıxan insanı müsəlman, mömin, mötəqid insan Xızır Peyğəmbər hesab etməlidir və onu kimi davranmalıdır. Onu görsəydi, necə davranardı ona qarşı, bax, o cür davranmalıdır. Həmçinin bütün gecələrini Qədir gecəsi hesab etməlidir. Söhbət bütün gecələri yatmayıb, yuxusuz qalmaq, yuxuya haram qatmaqdan getmir. Yəni, Qədir gecəsində necə özünü aparardısa, Allahdan necə qorxardısa, necə ibadət eləyərdisə, necə ixlasla və qorxu ilə Allahdan deyək ki, imdad diləyərdisə, münacat edərdisə, məhz başqa günlərini və gecələrini də Qədir bilməlidir, başqa aylarını da Ramazan bilməlidir. Ona görə bu ayın yekununda ki, bu Ramazan bayramı, hətta bu bayramın namazından bəhs olunur ki, vacib hökmündədir insanların bayram namazına gedib cəmləşməsi, bəzi fəqihlərin fikrinə görə müəkkəd sünnətdir, təkid olunmuş Peyğəmbərin ənənələrindəndir, bəzilərinə görə müstəhəbdir. Amma hərçənd ki, bu ənənəvi və məşhur bir ibadət növüdür ki, bütün müsəlmanlar məsciddə bir yerə cəmləşir, bayram namazı qılır, bir-birinə təbrik deyir, sosial münasibətlərini daha da sıxlaşdırırlar, bir-birlərinə necə ki, fitrə və fidyə vermişdilər, necə ki, iftar süfrələri təşkil etmişdilər, maddi cəhətdən dəstək olmuşdular. Eyni zamanda bu bayram günləri də mənəvi cəhətdən bir-birlərinə xeyir dua verməklə, bir-birinin halını, keyfini soruşmaqla, bir-birinin evinə qonaq gedib gəlməklə, mərhumları ziyarət etməklə, şəhidləri yada salmaqla, övliyalarımızı, gəlib keçmiş dahi şəxsiyyətlərimizi, xalqımızın, millətimizin, ümmətimizin dünyaya töhfələr vermiş şəxsiyyətlərini, simalarını rəhmətlə anmaqla, yad etməklə məhz bir-birinə bu insanlar eyni zamanda mənəvi feyz vermiş olurlar, mənəvi sədəqə vermiş olurlar, mənəvi zəkat fitrə vermiş olurlar və bir-birinin qəlbini sevindirirlər. Bax, bu baxımdan Ramazan bayramının əhəmiyyəti çox böyükdür. Ramazan bayramını digər bayramlardan fərqləndirən bir çox amillər var və bu amillərin bir neçəsini mən vurğuladım, qeyd etdim və bu elə bir əhəmiyyətli bayramdır ki, dinimizə görə həmin bayram oruç tutmaq haram hesab olunur. Təsəvvür edin, oruç tutmaq bir ibadətdir. İnsanı Allaha yaxınlaşdıran bir ibadət növüdür. Ancaq həmin ibadət növü ibadət olmasına baxmayaraq Ramazan günündə, bayram günündə tutulması qadağandır. Niyə? Çünki insanların münasibətinə mənfi təsir göstərə bilər. Məhz bayram günündə. Axı, kimisə qonaq çağıra bilərlər, kimsə qonaq gedə bilər və bayram nədir? Sevinməkdir. Artıq bir yerdə qidalanmaqdır, bir süfrə arxasında əyləşməkdir ki, kimsə oruc olar, həmin günü digər müsəlman qardaşının könlünə dəymiş olar. Onu qonaq dəvət edər, o orada hansısa qidadan məhrum etmiş olar özünü. Bax, bu baxımdan, yəni İslam dini hər cür həssas məqamlara, hər cür nöqtələrə böyük diqqət və önəm göstərir, önəm verir. Bax, bu baxımdan Ramazan günlərində insanların bir-birinə tək bu fitrə və fidyə yox, ümumiyyətlə başqa yöndən də ehtiyaclarını ödəməlidirlər. Əsasən də mənəvi dəstəyə ehtiyacı olan insanların bu mənəvi dəstəkdən onları məhrum etməməlidirlər. Bilirsinizmi, bəzi insanlar bunu ancaq hərfi mənada qəbul edərək elə oruç tutdum, axırda da bir 500 kiloqram fitra verdim və yaxud da ki, müəyyən məbləğdə insanlara fidyə verdim, elə bununla da yekunlaşdı. Bu düzgün deyil. Yəni, artıq o cür zümrələr görünür ki, Ramazanın fəlsəfəsinin mahiyyətini başa düşməyiblər və yaxud da ki, bu insanlar bəziləri
ibadətləri sanki bir Allahla alver edilmiş kimi deyək ki, qəbul edirlər. Bu da doğru deyil. Çünki Allah rızası üçün ibadətlər olmalıdır və bu ibadətlər insanın özünə və digərlərinə deməli fayda verməlidir. Cəmiyyətə fayda verməlidir. Yoxsa mən Allaha oruç verim, Allah da mənə cənnət versin. Mən Allaha namaz verim, o da mənə filan şey versin. Bu artıq alver, tacir təvəkkülüdür. Bu düzgün doğru deyil. Doğrudur. Allah bəndələrinin etdiyi ibadətlərin müqabilində onlara mükafat vəd edibdir və bunu verəcəkdir də axirət aləmində. Ancaq onu Allahın rızası üçün biz qazanıb haqq etməliyik. Bunu biz orucu, namazı biz Allah üçün nə mənada edirik? Əslində bunlar mahiyyət etibarilə insanın özü üçündür, bir sərmayədir axirət dünyası üçün. Allaha nə bəndənin kəsdiyi qurbanın, nə bəndənin tutduğu orucun, nə bəndənin qıldığı namazın heç bir necə deyərlər, xeyri və ziyanı yoxdur. Allah ehtiyacsızdır. Allahu Saməd deyirik. Allahın ehtiyacı yoxdur bu şeylərə. Bizim özümüzün ehtiyacımız var. Yəni, bax, bu şeyləri ona görə nəzərə almaq lazımdır ki, insan etdiyi ibadətləri, çəkdiyi bu əziyyəti, deyək ki, Allah yolunda oruç tutur, yayda, qışda, soyuqda əziyyət çəkir. Heç olmasa onları hədər vermiş olmasın. O ibadətlər zaya getmiş olmasın. Ona görə də birinci növbədə nə etmək lazımdır? Bütün bu xeyirli əməlləri Allah rızası üçün etmək lazımdır. Yəni, qarşılıq ummadan, qarşılıq gözləmədən. Onsuz da Allah adildir. Bəndələrin etdiyi ibadətlərin hamısının əvəzini artıqlaması ilə Allah Teala onlara bəxş edəcəkdir. Necə ki, Allah Teala Tin surəsində buyurur, فَمَنْ يَعْمَلْ مِسْقَالَ زَرَّةٍ خَيْرًا يَرَى وَمَنْ يَعْمَلْ مِسْقَالَ زَرَّةٍ شَرًّا يَرَى. Kim zərrə qədər xeyir iş görübsə, onun əvəzini görəcəkdir. Kim zərrə qədər ziyanlı, şərli iş görübsə, onun əvəzini görəcəkdir. Bax, Allahın ədaləti, ilahi mizan budur. Quran-ı Kərimdə Allah Teala Qur'anla bərabər mizan endirdiyini də bildirir və qeyd edir ki, vurğulayır ki, təkid edir ki, bu mizanı pozmayın. Mizan tək alma çəkilən tərəzi deyil. Mizan ümumbəşəri ədalət mizanıdır ki, insanlar bütün davranışlarında, bütün hərəkətlərində, bütün addımlarında, bütün yaşamlarında məhz o ədalətə riayət etsinlər, ən azı ədalətə riayət etməyə cəhd etsinlər. Bax, ilahi neymətlər bundan ibarətdir. Yoxsa təkcə hər şeyi fiziki cəhətdən götürməklə ki, ac qaldım, susuz qaldım, oruç tutdum, ibadət etdim və bununla da bitdi, sanki alver edilmiş kimi. Bu məqbul deyil. İnsan ancaq mənəviyyatını kamilləşdirməklə, mənəviyyatını zənginləşdirməklə, Quran-ı Kərimin təşviq etdiyi və buyurduğu hədəflərə doğru addımlanmağa cəhd etməklə mənəvi kamilliyə çata bilər və axirətini abad edə bilər. Bax, Ramazan bayramının ehtiva etdiyi mənalar bunlardan ibarətdir. Ramazan bayramında insanların bir-biri ilə adicə xəstələri ziyarət etməsi. Tutaq ki, qocalar evini gedib insanların ziyarət etməsi bəlkə də insanın bir il oruç tutmağından, müstəhəb oruç tutmağından daha da üstündür. Bunlar yəni Peyğəmbərimizin hədislərinə və necə deyərlər, Quran-ı Kərimin ehtiva etdiyi ayələrin mahiyyətinə görədir. Necə ki, valideyninizə deyir, hətta of belə deməyin, Quran-ı Kərimdə bu terminologiya da bu cürdə keçir ki, valideyninizə, ata-ananıza of belə deməyin. Yəni, onlara çəkdiyiniz əziyyətə görə, ola bilər siz müəyyən sıxıntı yaşayarsınız. Yəni, qətiyyən onu o cür narazılığınızı bildirməyin. Demək, Allah Teala valideynlərimizi ziyarət etməyi, mərhum insanları, dünyasını dəyişən insanları ziyarət etməyi və onları tək buraxmamağı, ən azı maddi dəstək olmasaq da onlara mənəvi dəstək olmağı bu bayram ərəfələrində buyurur və təşviq edir. Odur ki, bu müqəddəs bayram münasibəti ilə yaxşı olar ki, bizim insanlarımız gözdən qulaqdan kənar olan insanları, kimsəsiz adamları ələl xüsusda, qərib adamları, miskin insanları tapıb ziyarət etsinlər, onların qəlbini sevindirsinlər. Fəqir insanın, məzlum insanın qəlbini sevindirmək böyük ibadətlərlə bərabər ölçülmüş bir fəzilətdir, böyük bir savabdır, böyük bir üstünlükdür insan üçün. Təkcə maddi fitrə verməkdən, fidyə verməkdən getmir. Eyni zamanda insanların mənəvi qidaya da ehtiyacları var. Yaxşı olar ki, bizim insanlarımız, oruç tutanlar, ibadət edənlər, inamlı insanlarımız, demək, bax, bu cür zümrələrə, bu cür insanlara da ən azı maddi dəstək olmağa imkanları yetməsələr də onlara mənəvi dəstək olsunlar. Adi bir fəqirin qəlbini sevindirməyin özü də sədəqədir. Məhz bu baxımdan mən bu əziz gündə bir daha hər birinizə, necə deyərlər,
bu müqəddəs ayın, bu Ramazan ayının fəziləti xatirinə ki, bu gün də artıq bayramdır və bu bayramın əhəmiyyəti xatirinə Allah Taala'dan diləyirəm ki, birinci növbədə dövlətimizi, xalqımızı qorusun, xətalardan, qəzalardan, bəlalardan hifz eyləsin, hər birimizi, bütün xalqımızı bir-birinə daima mehriban eyləsin, həmrəyliyimizi qorusun, vəhdətimizi qorusun, mərhəmətimizi, məhəbbətimizi qorusun, səxavət əlimizi kəsməsin bir-birimizdən, mərhəmət əlimizi kəsməsin bir-birimizdən və eyni zamanda Allah özü bizə mərhəmətini kəsməsin, mərhəmətini və məhəbbətini əsirgəməsin. Allah Taala dünyasını dəyişmiş bütün valideynlərimizin, bütün insanlarımızın, dahi şəxsiyyətlərimizin, simalarımızın, alimlərimizin ruhlarını şad eləsin. Allah Taala vətən yolunda, torpaq yolunda, xalqımızın, millətimizin qorunması uğrunda canını fəda etmiş, alim məqama yetişmiş şəhidlərimizin ruhunu bir daha şad eləsin. Onların məqamını Ədn Firdovs cənnətlərində qərar versin inşallah. Və hər birinizə Allah Taala'dan bol-bol ruzi bərəkət niyaz edirəm, ruzi bolluğu arzu edirəm, o verilən ruziyə də ilahi bərəkət arzu edirəm. Çünki ruzi bəzən də sınaq olur, bəzən də bəla olur, bəzən də nemət olur. Mən o nemət qismindən olan ruzidən arzu edirəm sizlərə və o ruzinin də bərəkətli olmasını diləyirəm. Allah xalqımızı qorusun, edilən ibadətlərinizi, dualarınızı Allah Taala İzzət dərgahında müstəcəb eləsin və xalqımıza, millətimizə, dövlətimizə bir daha heç bir çətinlik yaşatmasın. Mübarək Ramazan ayınız, Ramazanın son günü olan bu, necə deyərlər, bu bayramınız, bu oruçluq bayramınız, mübarək Ramazan bayramınız mübarək olsun. Hər birinizə xeyir, uğur gətirsin inşallah. Amin.